Heyvanlara qarşı qəddar rəftar edənləri cərimə gözləyir. Azərbaycanda heyvanlara qarşı pis davrananlar qanun qarşısında cavab verir. Bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Heyvanlara qarşı qəddar rəftar, yəni onlara zorakılıq, xəsarət yetirmək, zəhərləmək və ya digər şəkildə əziyyət vermək inzibati xəta sayılır. Bu əmələ görə fiziki şəxslər üçün adətən 500 manatdan 800 manatadək cərimə tətbiq olunur. Əgər heyvan ciddi xəsarət alarsa və ya insan onun məhvinə səbəb olarsa, cəza daha ağır ola bilər. Bundan əlavə, heyvanları sahibləndikdən sonra küçəyə atmaq birbaşa ayrıca maddə ilə hər zaman göstərilməsə də, bu davranış heyvanlarla qəddar rəftar və saxlanma qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Belə ki, heyvanlara qarşı zorakılıq halları müşahidə edildikdə, vətəndaşlar dərhal polisə müraciət edə bilərlər. Bu həm heyvanı xilas edə, həm də qanunsuzluğun qarşısını ala bilər. Bu qanunlar cəmiyyətin heyvanlara münasibətini tənzimləmək və onları qorumaq məqsədi daşıyır.